Salam əziz izləyicilər, mən uzman fizioterapevt Əziz Dəvişov. Bugünkü mövzumuz hamilə qadınlarda, hamiləlik əsnasında beldə niyə ağrılar olur? Bizə ən çox ünvanlanan suallardan biri budur. İstər-istəməz disk yırtığı olan xəstələrdə, hər hansı bir mexaniki ağrılı olan xəstələrdə biz xəstələrə çəki almamasını məsləhət görürük. Çünki biz nə qədər çəki alarsak, onurğamıza o qədər yüklənmə olur və buna bağlı olaraq da əgər disk yırtığı varsa, orada sıxışma artır, bel ağrıları olur və yaxud bel ətrafı əzələlər spazma girir, ağrılar olur. Burada da eyni məntiq olaraq hamiləlikdə istər-istəməz çanağın önə doğru əyilməsi, yəni qarın böyüdükcə uşağın ağırlığı qarını önə doğru dartır. Çanaq istər-istəməz önə doğru əyilir, yəni anterior tilt dediyimiz vəziyyətə gəlir və buna bağlı beldəki lardoz biraz dərinləşir. Və bel ətrafı əzələlərdə spazm, gərginlik, istər-istəməz fəqərələrə, fəqərələr arası diskə yüklənmələr olur. Bu da hamilə qadınlarda bel ağrılarına səbəb olur. Ona görə də uşağın 6-7-ci ayına qədər mütləq şəkildə hamilə qadınlar ya fitnesslə məşğul olmalıdır, ya aralıqlarla reabilitasiya proqramları almalıdırlar və bel ətrafı, çanaq ətrafı əzələləri gücləndirməlidirlər. Bu, hamiləlikdən sonra da xanımlarda daha tez aktivləşməyə köməkçilik edir.